Salam dəyərli şagirdlər və MİQ imtahanına hazırlaşan müəllimlər. Bu günləri biz sizinlə Azərbaycan tarixindən ibtidai icma quruluşu bölməsi haqqında danışacağıq. Bu bölmədə daş dövrü, Tunc və Dəmir dövründən bəhs edəcəyik, dəyərli yoldaşlar. Deməli, biz ilk öncə bilməliyik ki, tarix nədir və tarix nəyə deyilir? Tarix mənbələr üzrə insanın meydana gəlməsini və insan cəmiyyətinin inkişafını öyrənən elmdir. Təbii ki, tarix də müəyyən mənbələrdən istifadə edilir tarixin öyrənilməsi zamanı və bunlar hansı mənbələrdir? Bunlar maddi və yazılı mənbələrdir, dəyərli yoldaşlar. Maddi və yazılı mənbələr birlikdə arxeoloji mənbələr olaraq adlanılır. Elə Azərbaycanın da tarixi arxeoloji mənbələr əsasında öyrənilir. Deməli, tarixi biz öyrənmək üçün ilk öncə vaxtı bilməliyik. Yəni, vaxtı və zamanı, zaman ardıcıllığını bilməmiş, tarixi öyrənməyimiz mümkün deyil. Tarixi zaman ardıcılığı ilə öyrənən elmə nə deyirlər? Xronologiya deyirlər. Xronos zaman, logos elm deməkdir. Tarix müəyyən bir başlanğıc anından hesablanır. Bu başlanğıc anı həqiqi bir hadisə də ola bilər. Bu başlanğıc anı əfsanəvi bir hadisə də ola bilər. Və beləliklə tarixin hesablanmağa başladığı dövr era adlanır, vaxt era adlanır. Əgər həmin vaxtdan, həmin əfsanəvi hadisədən əvvəl baş verən proseslərə biz deyəcəyik ki, eradan əvvəl, həmin hadisədən sonra baş verən proseslərə biz deyəcəyik ki, eramızdan sonra və bununla da dəyərli yoldaşlar, təqvim hesablanır. Cəmiyyətdə belə deyək, müxtəlif təqvimlər mövcuddur. Yəni bunlardan məsələn Yunan təqvimi var, Roma təqvimi var, Maya təqvimi var və hal-hazırki müasir dünyamızda yayılan təqvim daha çox iki təqvimdir. Bunlar miladi və hicri təqvimlərdir. Deməli, miladi təqvim hansı vaxtdan hesablanır? Miladi təqvim əsasən xristianlığın müqəddəs peyğəmbəri olan İsa peyğəmbərin anadan olmasından hesablanır və İsa peyğəmbərin anadan olması eranın başlanğıcı sayılır. Hal-hazırda miladi təqvimdən dəyərli yoldaşlar daha çox dünyəvi dövlətlər istifadə edirlər və bu dövlətlərdən də biri bizim ölkəmiz Azərbaycan Respublikasıdır ki, miladi təqvimdən istifadə edilir. Miladi təqvim bilirsiniz ki, 1 il 12 aydan ibarətdir və il 365 günə bərabərdir. Və bununla da eranın başlanğıcı hesablanır. Yəni, İsa Məsihin anadan olması günü adlandı milad günü. Milad günündən əvvəlki dövrlər adlanacaq eramızdan əvvəl. Milad dövründən sonra baş verən hadisələr isə adlanacaq bizim eramız. Dəyərli yoldaşlar, dünyada, yəni müsəlman ölkələrində yayılmış əsas təqvimlərdən biri və əsas təqvim elə hicri təqvimdir. Hicrət ümumiyyətlə, hicrət ərəbcədən tərcüməyə köç eləmək, səfər eləmək deməkdir. Bu da Məhəmməd Peyğəmbərin, İslam dininin banisi olan Məhəmməd Peyğəmbərin Məkkə şəhərindən Mədinə şəhərinə köç etməsi, hicrət etməsi ilə bağlıdır və bu tarix müsəlman dünyasında mühüm bir tarix olduğu üçün hicri təqvimdə era təqvim bu hadisədən hesablanır və bu hadisədə miladi təqvimlə bizim eramızın 622-ci ilinə təsadüf etməkdədir. Deməli, dəyərli yoldaşlar, bayaqları dediyimiz kimi biz tarixdə bundan sonra bizim eramızdan əvvəl və bizim eramız anlayışını daha çox eşidəcəyik və bilməliyik ki, dediyimiz kimi milad tarixindən əvvəlki dövrlər diqqət eləsəz biz aşağıda göstərmişik. Milad dövründən aşağıdakı milad dövründən əvvəlki tarix diqqət eləsəz, milad vaxtı bu qırmızı xətlə göstərilir və ondan əvvəlki vaxtlar eramızdan əvvəl adlanır, dəyərli yoldaşlar. Ondan sonraki vaxtlar isə bizim era adlanır və eralarda təbii ki, 100 illiyə bölünür. Biz bir era dedikdə 1000 il, bir əsr dedikdə 100 il, yarım əsr dedikdə təbii ki 50 il, bir rüb dedikdə isə 25 il nəzərdə tutacaq və qərinə də vardır. Təbii ki, qərinə də 33 il hesablanır. Deməli, dəyərli yoldaşlar, diqqət eləsəniz,
Qrafikdən də hər şeyi görməyimiz tamamilə aydındır. Biz növbəti dərslərimizdə buna daha yaxşı şəkildə biz toxunacağıq. Deməli, Azərbaycanda ilk insanların məskunlaşmasından bəhs eləsək, Azərbaycan biz bilməliyik ki, qədim insan məskənlərindən biridir və bunun da təbii ki, səbəbləri vardır. Qədim insanlar özünüz bilirsiniz ki, bizim kimi deyildilər. Onlar təbiətdən daha çox aslı şəkildə idilər və onlar təbiətdən asılı olaraq yaşayırdılar və qədim insanların da Azərbaycanda yaşamasının bir neçə amili və mühüm səbəbləri vardır ki, indi biz bu səbəblərdən danışacağıq. Deməli, Azərbaycan ərazisində əlverişli Azərbaycan ərazisi əlverişli idi. Azərbaycan ərazisində təbii mağaralar mövcud idi. Yəni qədim insanlara nə lazım idi? Yaşamaq üçün məskənlər lazım idi. Bunlar da təbii ki, mağaralar ən yaxşı qədim insanlar üçün yaşayış məskənlərindən idi. Daha sonra meşələr var idi, dəyərli yoldaşlar. Meşələr qida ehtiyatı ilə zəngin idi. İnsanlar meşədə ov eləyirdilər, meşədə yabanı bitkilər, yeməli bitki kökləri və s. əldə edirdilər və Azərbaycanın şirin su qaynaqlarının təbii ki, bol olması içməli suya insanların olan tələbatını da ödəyirdi. Elə ona görə də arxeoloqların araşdırmasına əsasən Azərbaycan ərazisində ilk insan dəstələri təxminən 1,5 milyon il bundan əvvəl meydana gəlmişdir və Azərbaycanda insan dəstələrinin, yəni ulu icmanın meydana gəlməsi ilə Azərbaycan ərazisində ibtidai icma quruluşu neynəmişdir, yaranmışdır və ibtidai icma quruluşu biz yadımızda saxlamalıyıq ki, bəşər tarixində, insanlıq tarixində ən uzun sürən dövrdür. Çox uzun bir vaxt keçmişdir. Azərbaycan arasında biz bildik ki, ilk insan dəstələri 1,5 milyon il bundan əvvəl yaranıb. Bəs dünyada nə vaxt yaranıb? Dünyada dəyərli yoldaşlar, ən qədim insan tapıntıları 2,5 və 3 milyon il bundan əvvələ aid insan qalıqlarıdır ki, biz onun şəklini diqqət eləsək vermişik ekranda. Şərqi Afrikada, Kenya və Tanzaniya ərazisində tapılmışdır. Təbii ki, indi dövr nə göstərər onu bilmirik. Ola bilsin bundan da qədim insan sümükləri tapılar. Təbii ki, ehtimal edilir, amma biz bilməliyik ki, hal-hazırda tapılmış ən qədim arxeoloji qazıntı insan sümükləri 2,5-3 milyon bundan əvvələ Afrikada, Kenya və Tanzaniya ərazisində yaşamış insanın sümükləri olmuşdur. Deməli, dəyərli yoldaşlar, biz hər bir quruluşu öyrənərkən onu dövrlərə bölüb öyrənirik və ibtidai icma quruluşunu da ona görə biz bilməliyik ki, ibtidai icma quruluşunu da dövrlərə bölüb öyrənirik. Çünki ibtidai icma quruluşu bir-birindən müxtəlif elementlərinə görə fərqlənən dövrlər keçib və ibtidai icma quruluşundakı dövrləri bizim adlandırmağımız nisbətən rahatdır. Niyə görə rahatdır? Çünki adlandırdığımız dövrdə insanlar daha çox hansı əmək alətindən deyil olmadı, əmək alətinin materialından istifadə edibsə, o materiala görə biz o dövrü adlandıracağıq. İbtidai icma quruluşu 3 dövrə bölünür. Daş dövrünə, tunc dövrünə və dəmir dövrünə. Deməli, daş dövrü adından da göründüyü kimi, deməli, insanlar daha çox əmək aləti hazırlayarkən nədən istifadə ediblər? Daşdan istifadə ediblər. Tunc dövrü nədən istifadə ediblər? Təbii ki, metalın bir növü olan tuncdan istifadə ediblər. Dəmir dövrü nədən istifadə olunub? Dəmirdən istifadə olunmuşdur, dəyərli yoldaşlar. Deməli, biz daş dövründə mərhələlərə ayıracağıq və bunu da biz təbii ki, xronoloji ardıcıllıqla qədimdən zavana dövrü, yəni ilk öncə biz deyəcəyik ki, qədim daş dövrü, orta daş dövrü və daha sonra yeni daş dövrü. Və bir mənalı olaraq bilməlisiniz ki, Yunancadan daş litos deməkdir. Dəyərli yoldaşlar, məhz paleolit, mezolit, neolit anlayışı da elə buradan meydana çıxacaq. Çünki biz qədim daş dedikdə qədim Yunancadan paleos, daş isə litosdur. Bunları biz birləşdirdikdə paleolit. Yəni paleolit demək nə deməkdir? Qədim daş dövrü deməkdir. Daha sonra orta daş dövrü, orta mezo, litos nə deməkdir? Litos daş deməkdir. Deməli, daha sonra Neosa biz deyəcəyik ki, yeni, Neos, yeni, Litossa daş deməkdir. Yəni, yeni daş dövründən söhbət gedəcək və biz öz növbəsində qədim daş dövrünü də 3 yerə böləcəyik, dəyərli yoldaşlar. Bunlar olacaq, paleolit dövrünü 3 yerə böldükdə olacaq alt paleolit, orta paleolit və üst paleolit mərhələlərini neynəyəcəyik? Üst paleolit mərhələlərinə böləcəyik. Biz xronoloji ardıcıllığı təbii ki, dediyimiz kimi qorumaqla ilk öncə alt paleolit dövrünü öyrənməyə başlayırıq. Amma orada bir şeydə nəzərinizə çatdırmaq lazımdır ki, tarixdə belə bir keçid dövrü də vardır ki, dəyərli yoldaşlar, bu
enolit dövrü adlanır. Enolitin hərfi mənasına, lüğəvi mənasına gəldikdə isə enos mis deməkdir, litos daş deməkdir. İnsanlığın ilk dəfə metalla tanış olması mis dövrünə təsadüf eləyir, dəyərli yoldaşlar. Yəni enolit dövrünə təsadüf eləyir. Çünki mis də metaldır, lakin enolit dövründə həm də litosun, daşın olmağının səbəbi o olmuşdur ki, mis çox kövrək olduğu üçün çobud əmək alətləri, möhkəm əmək alətləri hazırlamaqda misdən istifadə o qədər də eləmirdi. Əsas əmək alətlərinin hazırlanmasını daşdan eləyirdilər. Çünki daş sərt idi, sərt material idi yoldaşlar və onun üçün də bu dövrdə mis yayılsa da təbii ki, o qədər geniş yayılmamışdır və onun üçün bu dövr mis daş dövrü, enolit olaraq adlandırılacaq. Misdən əsasən məişət əşyalarının, bəzək əşyalarının və s. belə ləvazimatların hazırlanmasında istifadə edilirdi. Biz qədim daş dövründən qədim paleos, daş, litos, paleolit dövrünün ən aşağı, ən qədim mərhələsi olan alt paleolit dövründən danışacağıq. Alt paleolit dövrü həm paleolit dövrünün, həm də ibtidai icma quruluşunun ən qədim mərhələsidir, dəyərli yoldaşlar. Alt paleolit dövrü nə vaxt başlayıb, nə vaxta kimi davam edib? Alt paleolit dövrünün başlanmasını biz ilk insanın meydana gəlməsindən deyəcəyik həmişə. Təbii ki, ilk insanın nə vaxt, neçə il bundan əvvəl meydana gəlməsi dəqiq rəqəmlərlə mövcud deyil. Onun üçün də biz deyirik ki, ilk insanın meydana gəlməsindən 100 min il bundan əvvələ qədər davam eləmişdir bu mərhələ, alt paleolit mərhələsi və bu dövrdə təbii ki, yaşayan ilk insanı tarixçilər bacarıqlı insanlar adlandırırdılar. Onlar meymuna bənzər insanlar idi, primatlar idi və bu insanları alimlərin bacarıqlı adlandırmağının bir səbəbi var idi. Bunlar, yəni, dəyərli yoldaşlar, şəkildə də nisbətən təsvirin gördüyünüz kimi, bunlar, yəni belə, binalar düzəldən, böyük işlər görən insanlar deyildilər. Bunları bacarıqlı adlandırmalarının səbəbi o idi ki, bu insanlar sadə əmək alətləri hazırlaya bilirdilər. Diqqət eləyin. Biz o dövrdə bacarıqlı insanları heyvanlar aləmindən fərqləndirərkən, onların sadəcə bir fərqini demək olar ki, gün işığına çıxardırıq, yəni ön plana çəkirik. Onlar heyvanlar aləmindən sadə əmək alətləri düzəltdiklərinə görə fərqlənirdilər. Yəni, bir növ bunların qidası heyvanlar kimi yığıcılıq idi, sadə ov eləmək idi. Onlar da heyvanlar kimi təbiətdən asılı olaraq yaşayırdılar. Yəni, günümüzün insanı kimi deyildilər, dəyərli yoldaşlar. İki ayaq üzərində gəzirdilər, daşdan sadə əmək aləti düzəldirdilər, daşla yanaşı həm də sümükdən və ağac parçalarından da nə edirdilər? Sadə əmək alətləri düzəldə bilirdilər. Deməli, dediyimiz kimi, qədim insanlar əsasən yoldaşlar təbiətin qarşısında aciz olduqları üçün və o dövrdə yaşayan yırtıcı heyvanların qarşısında aciz olduğu üçün onlarda belə bir instinkt formalaşmışdı ki, onlar toplu şəklində bir yerdə yaşayırdılar və insan topluluları, insan dəstələri əmələ gətirirdilər. Bu insan dəstələri də ulu icma adlanırdı. Ulu icmalar əsasən yırtıcı heyvanlardan qorunmaq üçün, daha rahat qida ehtiyatı tapmaq üçün, bir növ həyatda qalmaq üçün instinkt şəklində formalaşan bir insan toplumu idi. Ulu icma kör təbii şəkildə formalaşmışdı, məqsəd yönlü şəkildə formalaşmamışdı. Ulu icma daimi deyildi. Tez-tez nə edirdi ulu icma? Tez-tez dağılırdı və yeni icmalar da yoldaşlar meydana gəlirdi. Deməli, daha sonra biz ulu icma haqqında danışdıq. İnsanların toplu şəkildə yaşadığını alt paleolit dövründə bildirdik və insanların təsərrüfatından danışdıqda bu dövrün təsərrüfatı mənimsəmə təsərrüfatı adlanırdı. Və bu insanlar təbiətdən çox asılı olduqları üçün, dəyərli yoldaşlar, özləri nəyisə istehsal eləyə bilmirdi. Yəni, istehsal dedikdə nəyə nəzərdə tutulur? Belə deyək də, biz əkin əkirik və yaxud ağac əkirik, həmin ağacın barını yeyirik. Həmin ağacın meyvəsini yeyirik və yaxud əkdiyimiz əkinlərdən istifadə edirik və yaxud
heyvan saxlayırıq, həmin heyvanın ətindən, südündən və sair istifadə edirik. Amma o dövrün insanları bunu eləyə bilmirdilər, bunu bacarmırdılar. Onlar bunu təbiətdən hazır şəkildə əldə edirdilər. Təbiətdən hazır şəkildə necə əldə edirdilər? Məsələn, onlar yığıcılıqla məşğul olurdular. Yığıcıq nə idi? Məsələn, meşələrdən gilə meyvə yığırdılar, yabani meyvələr yığırdılar, bitki kökləri yığırdılar və yaxud ov eləyirdilər, balaca heyvanları ovlayırdılar, onların ətindən nə edirdilər? İstifadə edirdilər. Təbiətdə hazır şəkildə mənimsəyirdilər. Və onların təbiətdən hazır şəkildə mənimsəməsi adlanırdı mənimsəmə təsərrüfatı və yaxud mənimsəmə təsərrüfatını digər bir adla desək, istehlak təsərrüfatı adlanırdı. Daha sonra dəyərli yoldaşlar, qədim insanları dedik ki, heyvanlar aləmindən fərqləndirən ən əsas amil onların əmək aləti düzəltməsi idi. İlk əmək alətləri sivri daş olmuşdu, yerqazan çubuq olmuşdu və təbii ki də dəyənək olmuşdu. Bacarıqlı insanlar o dövrdə təbii otdan da istifadə edir. Təbii ot, məsələn, ildırımın düşməsi nəticəsində hər hansı bir ağac alışmağa başlayır. İnsanlar başlayırlar o ağac parçalarından götürərək o odu qorumağa, o odu saxlamağa, o oddan istifadə eləməyə. Otdan nə məqsədlə istifadə edirlər? Otdan ət bişirmək məqsədi ilə istifadə edirdilər, yırtıcı heyvanlardan qorunmaq məqsədi ilə istifadə edirdilər. Daha sonra soyuqdan qorunmaq məqsədi ilə insanlar otdan istifadə edirdilər. Buna da deyilirdi nə? Təbii od. Yəni insanlar bu odu özləri yaratmırdılar, dəyərli yoldaşlar. Və biz bacarıqlı insanı bir dənə də nəzərdən keçirsək, deyəcəyik ki, bacarıqlı insanlar alt paleolit dövründə yaranıb, bacarıqlı insanlar ulu icmada yaşayıblar, iki ayaqlarının üzərində hərəkət eləyə bilirdilər, mənimsəmə təsərrüfatı bunlarda mövcud idi, təbii otdan istifadə edirlər və sərbəst danışa bilmirdilər. Əsasən hisslərini ifadə edirdilər, əsəbləşəndə qışqırırdılar, sevinəndə gülürdülər, hissi ifadə edir, dəyərli yoldaşlar. Azərbaycan Respublikası ərazisində alt paleolit dövrü öyrənilib Quruçay mədəniyyətinin əsasında. Baxın, bir mədəniyyət deyiriksə, deməli, həmin ərazidən tapılan tapıntılar hesabına biz həmin dövrü daha yaxşı öyrənmişik. Quruçay vadisi Azıq mağarasının qarşısında bir vadidir, dəyərli yoldaşlar. Və buradan əldə edilən materiallar əsasında Azərbaycan ərazisində alt paleolit dövrü adlanmışdır. Deməli, biz Azıq mağarası haqqında danışdıqda, Azıq mağarası 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən kəşf edilmişdir ilk dəfə. Azıq mağarasında tapılan çox qiymətli tapıntılar vardır ki, tarixi əhəmiyyətli tapıntılar vardır ki, bunlardan ən önəmlisi 18-22 yaş aralığında qadına aid alt çənə sümüyü idi. Bu çənə sümüyü dünyanın ən qədim 4-cü tapıntısıdır, dəyərli yoldaşlar. Dünyanın ən qədim 4-cü nəyidir? Tapıntısıdır. Və burada ocaq izləri də aşkarlanıb. Bu ocaq izlərinin tarixi 700 min il bundan əvvələ aid olmuşdur. Və xüsusi tapıntılardan biri isə ayı kəllələri idi. Ayı kəllələri təbii ki, ayı kəllələri ilə yanaşı orada daha çox heyvan sümükləri də tapılmışdı. Maral sümüyü, cüyür sümüyü və s. Sadəcə ayı kəllələrini ön plana çıxartmağımızın səbəbi odur ki, ayı kəllələrinin üzərində müxtəlif cızıqlar var idi ki, bu cızıqlar nəyi ifadə edirdi? Bu cızıqlar insanlarda bir inamın olmasını ifadə edirdi. Təbii ki, ayı kəlləsi isə insanların heyvanlara inamını sübut edirdi və bu da totemlərə inam adlanırdı. Deməli, biz deyəcəyik ki, alt paleolit dövründə insanların bir inancı da mövcud olub ki, bu da nə adlanır? Heyvanlara və yaxud totemlərə inam adlanır, dəyərli yoldaşlar. Deməli, Azıq mağarasında yaşayan insanları azxantroplar adlandırırdılar. Azxantroplarsa Azıq mağarasında təxminən 350-400 min il bundan əvvəl neynəmişlər? Burada yaşayıb və burada məskunlaşmışdırlar. Alt paleolit dövründən sonra gələn dövr orta paleolit dövrü adlanır. Orta paleolit dövrünü biz Mustiye mədəniyyəti adlandıracağıq. Mustiye Fransada yaradılır və dəyərli yoldaşlar, həmin Mustiye ərazisində daha çox tapıntı tapılmış və orta paleolit dövrü Mustiye mədəniyyəti əsasında öyrənilmişdir. Biz dedik ki, alt paleolit dövrü ilk insanın yaranmasından 100 min il bundan əvvələ kimi davam eləmişdir. Orta paleolit isə 100 min il bundan əvvəldən eramızdan 35 min il bundan əvvələ qədər neyniyib davam eləmişdir. Və biz orta paleolit dövrünü nə adlandıracağıq? Mustiye adlandıracağıq. Mustiye Fransada yer aldı. Deməli, yoldaşlar, orta paleolit dövründə yeni insan tipi meydana gəlmişdir.
Biz bu insanı Neandertal insan adlandıracağıq. Neandertal Almaniyada yaradılır və bu insanın sümükləri ilk dəfə buradan çıxdığı üçün, yəni arxeoloqlar tərəfindən burada tapıldığı üçün bunu biz nə adlandırmışıq? Neandertal insan adlandırmışıq. Neandertal insanlar çobud insanlar idilər. Neandertal insanlara tarixçilər bəzən yonulmamış insanlar deyirdilər. Və təsvirlərdə də Neandertal insanlar həqiqətən də üz, əl, bədən quruluşlarına görə çox kobud şəkildə təsvir edilirlər, dəyərli yoldaşlar. Və bu Neandertal insanlar deməli alt paleolit dövründə yaşayan bacarıqlı insanlar kimi ulu icmada yaşayırdılar. Onlar da mənimsəmə təsərrüfatı ilə məşğul idilər, təbiətdən hazır şəkildə mənimsəyirdilər. Əsasən bu insanlar da dediyimiz kimi mənimsəmə təsərrüfatı ilə məşğul oldular. Bu insanlarda da danışıq yox idi, yəni onlar ancaq kinetik nitqdən öz fikirlərini, öz hisslərini, emosiyalarını səslər vasitəsilə ifadə eləməyə bacarırdılar sadəcə. Amma Neandertal insanların iki yeni xüsusiyyəti meydana çıxmışdı ki, Neandertal insanlar süni odu kəşf eləmişdilər. Yəni artıq onlar özləri odu əldə edə bilirdilər. Onlar çaxmaq daşını bir-birinə vuraraq süni od əldə edirdilər. Amma baxın, bəzən bizə belə bir sual gələ bilər ki, orta paleolit dövründə təbii oddan istifadə olunub. Adətən düşünürük ki, orta paleolit dövründə süni od kəşf olunmuşdursa, deməli insanlar ancaq süni oddan istifadə ediblər. Xeyr, bu yanlış bir düşüncədir. Orta paleolit dövründə həm təbii oddan istifadə olunub, həm süni oddan istifadə olunub. Amma təbii ki, orta paleolit dövründə biz deyəcəyik ki, süni od kəşf olunmuşdur. Çaxmaq daşını bir-birinə vurmaqla, dəyərli yoldaşlar. Və artıq insanlar bu dövrdə təbiət qüvvələrinə inanmağa başlayırlar və insanların axirət dünyasına inamları meydana gəlir. İnsanlar ölümdən sonraki həyatın varlığına inanmağa başlayırlar. Bunu da arxeoloqlar nə ilə sübut eləyirlər. Bu dövrdə qəbir abidələri tapılır və qəbir abidələrində ölülərin üzərinə qırmızı rəngdə olan təbii oxra boyasının səpilməsi göstərilir. Çünki qırmızı qan rəmzidir, o da ki, həyatın rəmzidir. Dəyərli yoldaşlar, deməli, Azərbaycan ərazisində orta paleolit dövrü, Qarabağda azıq, tağlar, zar mağaraları əsasında, Qazaxda daş salahlı, Naxçıvanda qazma mağarası əsasında nə edilmişdir? Öyrənilmişdir. Daha sonra biz paleolit dövrünün son mərhələsi olan üst paleolit dövrü haqqında danışacağıq. Biz dedik ki, orta paleolit dövrü 100 min il bundan əvvəldən 35 min il bundan əvvələ kimi davam eləmiş. Üst paleolit dövrü isə eramızdan əvvəl 35 min il əvvəldən başlamış. Eramızdan əvvəl 12-ci min illiyə qədər nə etmişdir? Davam etmişdir. Üst paleolit dövründə yeni bir insan tipi meydana gəlmişdir. Bu insan tipi homolar, homo sapienslər, yəni ağıllı insanlar nə edirdi? Adlanırdı. Və ağıllı insanlar artıq dik qamətli idilər. Ağıllı insanların beyin həcmi Neandertalların beyin həcmindən 2 dəfə böyük idi. Ağıllı insanlar artıq üzürdülər. Ağıllı insanlar harpunlar vasitəsilə balıq ovlayırdılar. Ağıllı insanlar çayların bir tərəfindən o biri tərəfinə keçə bilirdilər və bunu da ağacları bir-birinə bağlayaraq sadə sallar düzəldib, salların üzərində çayları o tərəfə keçirdilər. Daş və sümükdən incəsənət nümunələri də işləyib yaradırdılar. Deməli, ilk incəsənət nümunələri bu dövrdə meydana gəlmişdi, dəyərli yoldaşlar, və bu insanlar artıq səsli nitqdən istifadə edirdilər. Və bu dövrdə ulu icma da dağılmış, ulu icmanı qəbilə icması əvəz eləmişdir. Qəbilə icmasının fərqi o idi ki, qəbilə icması artıq qan qohumluğu əsasında nə edilmişdir? Qan qohumluğu əsasında birləşmişdirlər. Və qan qohumluğu əsasında ya ana tərəfdən birləşərsən, ya ata tərəfdən birləşərsən. Təbii ki, biz hal-hazırda ata xətti ilə qan qohumluğu əsasında birləşirik və ata tərəfin nəslinə aid olunuruq. Amma üst paleolit dövründə yaşayan, yaranan qəbilə icmasında insanlar ana xətti ilə birləşirdilər. Çünki ana həyatda, cəmiyyətdə
mühüm rol oynayırdı. Ana o dövrdə çətin iş olan odu qoruyub saxlayırdı, giləmeyvə yığırdı, uşaqlara baxırdı və s. Ona görə ananın cəmiyyətdə nüfuzu böyük olduğu üçün insanlar ana xətti ilə nə edirdilər? Birləşirdilər və bu da anaxaqanlıq adlanır. Anaxaqanlıq erkən Tunc dövrünə kimi nə etmişdir? Davam etmişdir. Dəyərli yoldaşlar, daha sonra paleolit dövrü ilə bitirdikdən sonra biz dedik ki, paleolit qədim daş dövrüdür. Təbii ki, qədimdən sonra nə gələr? Orta daş dövrü gələr. Orta daş dövrü, orta yəni mezos, daş, litos, mezolit dövrü nə etməkdədir? Mezolit dövrü adlanmaqdadır. Mezolit dövrü eramızdan əvvəl 12, eramızdan əvvəl 8-ci minilliklərin arasını əhatə eləməkdədir. Mezolit dövrü dediyimiz kimi orta daş dövrü adlanmaqdadır. Mezolit dövrünün ən böyük kəşflərindən biri insanların ox və kamanı kəşf eləməsi, ixtira etməsi olmuşdur. Çünki ox və kaman niyə görə insanlıq tarixində böyük və əhəmiyyət kəsb edən bir tapıntı idi? Dəyərli yoldaşlar, insanlar ox və kaman vasitəsilə uzaq məsafədən heyvanları ovlaya bilirdilər. Və artıq heyvanları uzaqdan ovlamaqla daha iri heyvanları rahatlıqla ovlayıb və onların balaları nə edirdi? Qalırdı və insanların daha iri heyvanları ovlaması insanların ət ehtiyatını, qida ehtiyatını artırmış, bir növ onları artıq heyvanlardan qoruyaraq ömürlərini də uzatmışdı. Və ət ehtiyatı artmış. Təbii ki, bu şuurlu insanlar, homo sapienslər bala heyvanları, kiçik heyvanları öz yanlarına gətirərək onları saxlamış, bəsləmiş. Artıq onlar özlərində həmin heyvanları böyüdərək nə etmişlər? İbtidai maldarlığın əsasını qoymuşlar. İbtidai maldarlıq dedikdə ilkin maldarlığın əsasını qoymuşlar. Ona görə də biz deyəcəyik ki, artıq insanlar bir növ ət istehsal eləməyi bacarırdılar. Ona görə də biz deyəcəyik ki, mezolit dövründə mənimsəmə təsərrüfatından və yaxud istehlac təsərrüfatından istehsala keçidin əsası qoyulub. Baxın, əsası qoyulub. Yəni, istehsala keçmişlik demirik. Hələ insanlar təbiətdən yığıcılıqla məşğuldular. Və dəyərli yoldaşlar, insanlar yedikləri bitkilərin toxumunun torpağa düşməsi nəticəsində cücərməsini görmüş və bunu nisbətən kütləviləşdirmişdilər. Beləliklə, ibtidai əkinçilik də meydana gəlmişdir. Ona görə də biz deyəcəyik ki, mezolit dövründə ibtidai maldarlıq və ibtidai əkinçilik meydana gələrək, beləliklə, istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur və bu dövrdə ilk əhliləşdirilən heyvan da it olmuşdur. Dəyərli yoldaşlar, deməli, insanlar bu dövrdə əsasən kiçik xırda əmək alətlərindən, daş alətlərdən istifadə eləməyə başlamışdılar ki, bu da mikrolit alətlər adlanmaqdadır. İnsanlar bu dövrdə əsasən bütlərə ibadət edirdilər. Bütlər də ibadət etmək üçün daşdan yönülmüş heykəllərə deyilir, dəyərli yoldaşlar. Deməli, Azərbaycan mezolit dövrünə aid yaşayış məskənləri əsasən Qobustan düşərgəsi və Damcılı mağarasıdır. Deməli, siz bilməlisiniz ki, Damcılı mağarası əsasında mikrolit əmək alətləri, Qobustan düşərgəsi əsasında yallı rəqs təsvirləri və gəmi təsvirləri çəkilmişdir və bu gəmi təsvirlərini dəyərli yoldaşlar, gəmi təsvirlərini müşahidə eləyən Norveç alimi Tur Heyerdahl olmuşdur və Tur Heyerdahl bu gəmi təsvirlərini Norveçdəki Normanların, qədim Vikinglərin gəmi təsvirlərinə bənzədərək Azərbaycanlıların, Norveçlərin qədim dədə-babaları olduğu fikrinədir, neynəmişdir, söyləmişdir. Deməli, siz bilməlisiniz ki, Vikinglərin gəmisi ilə nə etməkdədir? Vikinglərin gəmisi ilə bənzərlik təşkil etməkdədir, dəyərli yoldaşlar. Daha sonra biz Neolit, yeni daş dövrü haqqında danışacağıq. Təbii ki, mezolit dövründə, orta daş dövründən sonra gələn dövr, yeni daş dövrü, neolit dövrü adlanmaqdadır. Deməli, neolit dövrü eramızdan əvvəl 8-ci və 6-cı minillikləri nə edir? Əhatə eləyir. Və bu dövrdə əhali oturaq həyata keçmişdir
və çayların kənarlarında məskunlaşmağa başlamışdır dəyərli yoldaşlar. Və bu dövrdə biz dedik ki, artıq insanlar əkinçilik üçün torpağı nə edirdilər? Toxa adlanan əmək aləti vasitəsilə şumluyurdular. Toxa adətən ağac ucluqlarına heyvanların sümüklərini keçirtməklə yeri nə edirdilər? Yeri nisbətən az bir şəkildə qazıyaraq öz toxumlarını oraya əkir və əkinçiliklə məşğul olurdular. Və bu dövrdə əkinçilik və maldarlıq əsas məşğuliyyət sahəsi idi və beləliklə neolit dövründə istehsal təsərrüfatına keçid başa çatmış və formalaşmışdır. Deməli, istehsal təsərrüfatına keçidin əsası qoyulmuş mezolit dövründə istehsal təsərrüfatına keçid başa çatmış, formalaşmışdır. Neolit dövründə dəyərli yoldaşlar və neolit dövründə biz deyəcəyik ki, dulusçuluq, saxsı qab istehsalı, yəni daşları cilalamaq, deşmək və dəri işləmə, toxuculuq sənətləri meydana gəlmişdi ki, bunlar da üçü bir yerdə üç yenilik neolit inqilabı adlanır. Toxuculuqdan da iydən istifadə olunurdu. İy əsasən balığın qabırğa sümüyündən istifadə olunurdu, dəyərli yoldaşlar. Azərbaycanda neolit dövrü, Tovuzda Göytəpə, Ağcabəddə Kamiltəpə, Gəncə Qazax bölgəsində, Qobustanda, Naxçıvanda və Təbriz ərazilərində nə edilmişdir? Öyrənilmişdir. Dəyərli yoldaşlar, deməli paleolit, mezolit, neolit dövrü bu dövrlərimiz başa çatdı. Bu dövrlərimiz daş dövrünün dövrləri idi təbii ki. Artıq insanlar yeni metalla tanış oldular. Bu metal mis idi. Amma cəmiyyətdə daşdan da daha çox istifadə edirdilər. Çünki mis yumuşaq olduğu üçün, kövrək olduğu üçün, tez əyildiyi üçün, tez zədələndiyi üçün çobud alətləri misdən hazırlaya bilməzdilər. Onlar əsasən çobud alətlər, əmək alətləri hazırlamaq üçün daşdan istifadə edirlər. Ona görə bu dövrdə həm misdən, həm daşdan istifadə olunurdu. Bu dövr mis daş dövrü, enolit dövrü adlanırdı, dəyərli yoldaşlar. Keçid dövrümüz hansı dövrdür? Enolit dövrü. Enolitin özəlliyi nədir? İnsanlar ilk dəfə metalla tanış olublar. Enolit dövrü eramızdan əvvəl 6 eramızdan əvvəl 4-cü minillikləri əhatə eləməkdədir. Və insanların da ilk tanış olduğu metal hansıdır? İnsanların ilk tanış olduğu metal misdir, dəyərli yoldaşlar. Enolit dövründə evlər dairə formada tikilirdi, çiy kərpicdən və möhrədən istifadə olunurdu evlərin tikilməsində. Evlər əsasən çay kənarlarında tikilirdi. Evlərin döşəmələrinə həsir salınırdı. Və bu dövrdə mezolit dövründə başlanılan heyvan əhəlləşdirmə bu dövrdə tamamilə başa çatmışdır və bu dövrdə heyvanların tamamilə bizə məlum olan bütün ev heyvanlarının əhəlləşdirilməsi başa çatmış. Ən sonda əhəlləşdirilən heyvan, yəni alimlər tərəfindən ən son kəşf olunan əhəlləşdirilmiş heyvan at idi. At sümükləri də Cəlilabad rayonunun Üçtəpə kəndində Əlköməktepe yaşayış məntəqəsində tapılmışdır. Deməli, bu dövrdə ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdi. İnsanlar ölüləri evlərinin, yəni binaların içində və kənarlarında dəfn edirdilər. Onların üzərinə qırmızı oxra səpirdilər. Dini ayinlər və ohsunlar keçirirdilər. Dediyimiz kimi bu dövrdə insanlar misdən geniş şəkildə istifadə eləyə bilmədilər. Çünki mis yumuşaq və kövrək idi. Ona görə də tez-tez sıradan çıxırdı, dəyərli yoldaşlar. Və enolit dövrünün bitməsi ilə cəmiyyətdə daş dövrü başa çatdı və bu dövrdə əsasən tunc dövrü meydana gəldi. Və tunc dövründə biz 3 yerə böləcəyik. Erkən tunc, orta tunc, son tunc və ilk dəmir dövrü, dəyərli yoldaşlar. Tunc nədir? İnsanlar misi əridərək misin tərkibinə müxtəlif metallar qatdılar. Qurğuşun, daha sonra nikel, sürmə və s. müxtəlif metallar qatdılar və bu metallardan nə əmələ gəldi? Tunc əmələ gəldi. Tunc daha sərt idi, daha möhkəm idi, sıradan çıxmırdı və tuncu əridərək istədikləri qəlibə tökərək istədikləri formanı verə bilirdilər. Ona görə daş artıq cəmiyyətin həyatından daha tez çıxdı, dəyərli yoldaşlar. Və erkən tunc dövrü Azərbaycan ərazisində Kür-Araz mədəniyyəti adlandırılmaqdadır və erkən tunc dövrü eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından 3-cü minilliyin sonuna qədər davam etmişdir. Və bu dövrdə birinci ictimai əmək bölgüsü meydana gəlmişdir və birinci ictimai əmək bölgüsündə maldarlıq əkinçilikdən nə etmişdir? Ayrılmışdır.
Daha sonra yoldaşlar maldarlığın əkinçilikdən ayrılması ilə maldarlıq sahəsində də və əkinçilik sahəsində də öz növbəsində yeniliklər meydana gəlmişdi ki, deməli, maldarlıqda köçmə, yaylaq və qışlaq maldarlığı meydana gəlmişdir. Əkinçilikdə isə toxa əkinçiliyini xış əkinçiliyi əvəz eləmişdir. Xış bir növ çotanlı ilkin versiyasıdır və qoşqu heyvanlarına daha çox bağlanırdı, dəyərli yoldaşlar, və süni suvarma sistemi də bu dövrdə meydana gəlmişdi. Və ölü yandırma və kollektiv dəfn etmə adətləri meydana gəlmişdi. İnsanlar ibadət eləmək üçün xüsusi ibadət evləri tikirdilər. Bu ibadət evləri Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda 1-ci Kültəpə və Maxda ibadət evləri idi. Əsasən bu dövrdə kurqan qəbirlər də geniş yayılmışdı. Bunlar qəbirlər kollektiv şəkildə dəfn etdikdən sonra bu qəbirlərin üzərində torpaqdan təpə ucaldırdılar. Yoldaşlar, bu dövrdə tunc, metal əritmə, metal sənətinin meydana gəlməsi, ağır xış əkinçiliyi kişilərin əməyini ön plana çıxartdı və artıq qadınların cəmiyyətdə nüfuzu azalaraq kişilər cəmiyyətdə daha çox nüfuz qazandılar və bu dövrdə ana xaqanlığı artıq ata xaqanlığı əvəz etməyə başladı və bu dövrdə tayfalar meydana gəldi. Tayfalara ağsaqqallar başçılıq edirdi və bu dövrdə əhali arasında yavaş-yavaş sosial bərabərsizlik meydana gəlməyə başlamışdı. Daha sonra biz Orta Tunc dövründən danışacağıq. Orta Tunc dövrü boyalı qablar mədəniyyəti adlanır və eramızdan əvvəl 3-cü minilliyin sonlarından eramızdan əvvəl 2-ci minilliyin dövründə 2-ci minilliyə qədər olan dövrü əhatə edir. Burada 4 dənə yeni təsərrüfat sahəsi meydana gəlmişdir. Bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıq meydana gəlmişdir. Və bu dövrdə ikinci ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq müstəqil sahəyə çevrilmişdi. Bu dövrdə dulusçuluq, saxsı qab istehsalı inkişaf eləmişdi. Artıq bu dövrdə saxsı qab bişirən sobalar meydana gəlmişdi ki, saxsı qabları bu sobalarda bişirdikdən sonra onları neynirdilər? Müxtəlif fiqurlarla, müxtəlif heyvan, müxtəlif simvollarla rəngləyirdilər. Bu dövrdə ilk şəhərlər meydana gəlmişdi. Məsələn, 2-ci Kültəpə kimi və bunları da biz yadda saxlayıb bilməliyik, dəyərli yoldaşlar. Daha sonra Son Tunc və Erkən Dəmir dövründən danışdıqda, üzr istəyirəm, Orta Tunc dövründə bilməlisiniz ki, tayfa ittifaqları da bir neçə tayfanın birləşdiyi tayfa ittifaqları meydana gəlmişdi. Son Tunc və Erkən Dəmir dövründə, dəyərli yoldaşlar, iri tayfalar, zəif tayfaları bir-birinə İri tayfalar, zəif tayfaları məğlub edib tabe etdikdən sonra tayfa birlikləri bu dövrdə meydana gəlmiş. Bu dövrdə 3-cü ictimai əmək bölgüsü meydana gəlmişdir. 3-cü ictimai əmək bölgüsündə tacirlər qrupu yaranmışdır. Bu dövrdə atdan minik və qoşqu vasitəsi, dəvədən isə minik vasitəsi kimi istifadə edilməyə başlanılmışdır. Bu dövrdə ayaqla hərəkətə gətirilən dulus çarxı neylənmişdir? İstifadə edilmişdir. Və eramızdan əvvəl 7-ci əsrdən də başlayaraq, dəyərli yoldaşlar, dəmirdən geniş şəkildə istifadə olunmuş ata sitayiş meydana gəlmişdir. Aya, ulduza, günəşə, səma cisimlərinə inam yaranmışdır. Bu dövrdə tayfa başçılarını ilahiləşdirirdilər. Bu dövrdə əsasən şəhərlərin ətrafına qalalar çəkirdilər ki, müdafiə qalaları. Bunlar siklopik tikillər, siklopik qalalar adlanırdı və bu dövrdə dəmirin meydana gəlməsi, ticarətin inkişaf eləməsi, əhali arasında sosial bərabərsizliyin dərinləşməsi, ibtidai icma quruluşunun dağılmasına səbəb olmuşdu. Dərsimiz bu qədər, dəyərli yoldaşlar.